Uşaqlarda ağız suyunun həddindən artıq axması tibbdə adı hipersalivasiya. Bu, uşaqlarda ilk 2 yaşına qədər normal inkişaf etaplarında olan tamamilə sağlam uşaqlarda görülə bilən bir vəziyyətdir. Xüsusilə ilk 2-3 ayında uşaqlarda ağız suyunun həddindən artıq çox ifrazını müşahidə edirik. Bu, diş çıxarma dövrü və eyni zamanda nitqin aktiv inkişafının başlanğıcı olaraq baş verir. Bəzi hallarda isə hipersalivasiya bir xəstəlik göstərgəsi ola bilir. Xüsusilə əgər hipersalivasiya 4-6 yaşından sonra davam edirsə, bu zaman altda yatan səbəblər araşdırılmalıdır. Bəzi nevroloji xəstəliklər, serebral iflic, ağır əqli geriliklər, əzələ xəstəlikləri və s. kimi nevroloji xəstəliklərdə yanaşı olaraq hipersalivasiya müşahidə oluna bilər. Bununla yanaşı hipersalivasiya burun tənəffüsünün normal olmaması, orofacial əzələlərin hələ tam olaraq formalaşmaması, stomatoloji problemlərdən, həzm sisteminə bağlı olaraq, məsələn, reflüyə bağlı problemlərdən və s. kimi hallarda uşaqlarda hipersalivasiya müşahidə oluna bilər.